Vaxtınız xeyir olsun əzizləyicilərim. Bir dənə düşmə variant bağ evi. Bax, Maçdağa Bilgah magistral yoludur. Bir dənə ayaqla getməyimizə bax. Görsətdim yolu, gəl. Getmirsən, gəl. ...16-17 addım yol gəldik. Bir dənə bağın da görüntüsü də ki, göz önündə. Şəxsi tikili bağdır, elə belə bağ deyil. Qapı sistemi pultla jalüzdür. 6 sot həyət yanı sahəsindədir. Sənədlərimiz isə ki, paket kupçadır. Həyətin bir dənə ətraflı görürsünüz. Baseynisindən tutmuş, qonaqlaması, manqalxanası. Bura həmin belə deyək ki, sanuzelimiz var. Bir dənə zəhmət olmasa göstərək. Bax, bura bizim bir sanuzelimiz. Buranı isə istəyirsən axıran otaq elə, istəyirsən əşya elə otağı yığ. Nə kimi istəyirsən istifadə elə. Plus, bura quyusu da var. Hökumətdən gələn özəl belə deyək ki, şirin suyu da var. Ya gəldi, əsas nədir? Bağ ev olar, burada manqalın olmuyor. Krantın burada, manqalın burada. Burada da düşürü hazır edirsən. Burada qonaqların əyləşib, buradan da hazır ora verirsən. Bizim filtrasiyalı hovuzumuzdur. Hovuz da indi biraz yağış yağıb ona görə rəngi belənçinədir. Yəni, buranı da göstər zəhmət olmasa. Bura isə bizim belə deyək ki, yayda stol qoysan ortaya, özün üçün belə deyək ki, meyvə şirəsiz, nə istəyirsən, yiyirsən. Hamısı beləsi göz önündə. Evimiz isə kürsülüdür. Hamısı görürsünüz. Plus, evdən savayı, evin özünün də beləsi ki, bax, burada açıq terası da var. Yəni, zəhmət olmasa gələk. Asla. Gəl, zəhmət olmasa. Demək, gəl, əzizlərimiz, demək, göstərik sizə. Demək, bax, bizim ümumi belə deyək ki, sistemimiz, bütün otaqlar hamısı istipoldur. Bura qonaq otağı kimidir. Özü də görürsünüz. Belə deyək ki, mənzərəsi birbaşa öz həyəti basılır. Yəni, buradan da görsən, birbaşa. Özü ki, şəbəkə pəncərələrlə. Bir də onu vurğulayacağım ki, evdə qonaq otağı dəsti gedəcək, bir də ki, elektronik əşyalarımız gedəcək. Demək, bizim bir, belə deyək ki, evin içində sanuzelimiz burada var. Birbaşa onu göstərginə zəhmət olmasa. Necə duşakabinlə. Gəl. Demək, birinci böyük yatağımız buradır. Plus, bu böyük yatağın içərisində özünün də belə deyək ki, duşakabin var. Həm də ki, sanuzeli, ümumi olaraq. Gəl, keçək növbəti yataq otaqlarımıza. Evimiz 6 sotda, 4 daş kürsüdə, 125 kvadratdır. Bura bizim ikinci bir yataq otağımızdır. Evimiz də plus hasardan hər bir tərəfdən, arxa, qabaq, bör tərəflərdən belə desək ki, aralıdır. Qardirobudur. Hər otağında demək ki, özünün qardirobu var. Bu isə bizim üçüncü bir yataq otağımız, belə desək ki, uşaq otağı kimi. Bu da həmçinin yenə də pəncərəsi öz həyətinə baxır. Gördüyünüz bu əşyalarca bir çoxsu, bu demək ki, yığılma hamısı qalır. Qiymət isə bir çox, belə desək ki, həqiqətən uyğun olaraq əvvəlki qiymətdən, belə desək ki, çox aşağı qoyulub bugünkü gün. Bura isə bizim xanımların ən sevdiyi, belə desək ki, otaqdır, mətbəx. Mətbəx mebeli qalacaq, amma elektronik əşyaları çıxmaq şərti ilə. Bayaq da vurğuladım. Sənədlərimiz paket kupçadır, gəl zəhmət olmasa. Sənədlərimiz paket kupça, çıxarış özəl mülkiyyətli, ipotekədə yararlıdır. 6 sot təmiz tam həyət, özündə, plus da ki, evdə. Bunu da vurğulamışam ki, bütün otaqlarda, zal, koridor, hər bir şey hamısı istipoldur. Evdəki göz önündə maşallah olsun, göz oxşayır. Yəni, bu qiymətə beləsinə bir ev yoxdur. Qiymətlə bağlı bir dənə səhifədəki nömrəmizi yığırsınız, birbaşa sizi sahibinə görüşdürür. Sağ olun.